Hörmətli izləyicilər, 45.000 manatla satışa çıxan asfalt yolunun kənarında yerləşən, baxın, bu hissəyə qədər asfaltı görürsünüz. Qazın suyun işığın fasiləsi olduğu mərkəz kanalizasyon fəaliyyət göstərdiyi bir ərazidə 45.000 manatlı bir maşınlıq həyətyanı sahəsi olan belə bir həyət evi çəkib göstərirəm sizlərə. İstidirmə kombi vasitəsilə təchiz olunacaq, kombi aparatının yeri orada quraşdırılıb. Masazırda yerləşir, Lider marketin arxa tərəfi ərazi olaraq 6 nömrəli məktəbə yaxın bir ərazidə, hündür rütubətsiz bir ərazidir. Bura evin zal hissəsidir, 2 otaqdan ibarətdir dəyərli dostlar. Belə bir zal hissə mövcudu 40-40 karkaz beton üzərində inşa olunub. Qoşadaş və mərtəbənin yekunda beton kəmər atılıb. Bu gördüyünüz pol qaydasında çornopol işlənib üst hissədə. Bura sanuzeldir. Sanuzelin damında ehtiyat süsənmə kimi quraşdırılıb. O cümlədən avadanlıqlar da görürsünüz, tam olaraq yığılıb hazır vəziyyətdədir. İşıq görən evli dəyərli dostlar, görürsünüz, bütün pəncərələrin qarşısı açıqdır. Bura evin mətbəx sahəsi, bura isə yataq otağı. Yataq otağıdır. İstidirmə qeyd etdiyim kimi kombi vasitəsilə təchiz olunacaq. Evin qiyməti, ilkin qiymət 45.000 manatdır. Sənədi bələdiyyədir. Sənədləşmə sayğacıların adlarına da keçirmək olacaq. Kommunalların hər biri mövcuddur. Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz. Sağ olun dəyərli dostlar, hələlik.